yolu da biz kısaldırırıq, hem genişlendiririk, hem kısaldırırıq. Bir maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz de var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Şuşanı Xankəndi ilə birləşdirən kanat yolu layihəsi üzərində biz işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq. Ağdam-Bərdə avtomobil yolu, Bakıdan gələn qonaqlar o yolla gəlmişdilər. Möhtəşəm bir yoldur, Sovet vaxtında belə yol olmamışdır. Ağdam-Xankəndi, Şuşa yolu, dəmir yolu, infrastruktur layihələri, tarixi abidələrimizin bərpası, birinci bərpa edilmiş bina Ağdam Cümə məscidi idi. İndi Qiyaslı məscidində bərpa işləri aparılır. Yaşayış kompleksləri inşa edilir. 2 mehmanxana inşa edilir. İmarət kompleksi bərpa edilir. Haçınçay su anbarı əkin üçün torpaqları suvarma suyu ilə təmin etmək üçün fəaliyyətə başlayır. Və bir çox başqa layihələr icra edilir. Bir də sübut etdik ki, bu torpaqların sahibi bizik. Çünki biz dağdan yox, biz qurub yaradanıq və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Yaşasın Ağdam, yaşasın Azərbaycan.